Bu ölkə mükəmməl təbiəti ilə tanınır. Qırmızı saçlı insanların cazibəsi bir yana, idman və elm sahəsindəki uğurları, yaşıl təbiəti ilə insanların qəlbini fəth edir. Elə bir ölkədir ki, yerli əfsanələrinin qəhrəmanları əfsanəvi canavarlar, kişilərin milli geyimi isə yubqadır. Bəli, bura Şotlandiyadır. Paytaxtı Edinburq olan bu ölkənin əhalisi cəmi 5,5 milyon nəfərdir. Burada qırmızı saç geninə çox tez-tez rast gəlinir. Belə ki, Şotlandlıların təxminən 40%-nin DNT-sində bu gen mövcuddur. Alimlər bu halı günəş işığının az olması ilə əlaqələndirirlər. Şotlandlar bu xüsusiyyəti əyləncəyə çevirərək hər il paytaxt Edinburqda qırmızılar yürüyüşü təşkil edirlər. Bununla yanaşı Şotlandiyanın dünyaya bəxş etdiyi ixtiraları və bir çox məşhur simaların bu torpaqlardan çıxdığını eşidəndə siz də təəccüblənəcəksiniz. Bugün dünya antibiotiklər haqqında geniş məlumata sahibdirsə, bunu Şotlandiyalı alimə borcludur. Müasir tibbin banilərindən sayılan Alexander Fleming məhz burada doğulub və penisilini kəşf edərək tibb dünyasında inqilab yaradıb. Onun bu kəşfi milyonlarla insanın həyatını xilas edib və özü Nobel tibb mükafatına layiq görülüb. Eyni zamanda müasir dövrdə əlimizdən düşürmədiyimiz, xüsusilə son 20 ildə böyük inkişaf göstərən telefonun da ixtiraçısı Şotlandiyalı Graham Bell olub. Bu da son deyil. Əgər detektiv janrında serial, film, kitabları sevirsinizsə, mütləq Sherlock Holmes adını eşitmisiniz. Detektiv romanların atası sayılan bu obraz Şotland yazıcı Arthur Conan Doyle'nin zəngin təxəyyülünün məhsuludur. Dünya şöhrətli Harry Potter seriyasının böyük hissəsi də Edinburqda yazılıb və yazıcısına milyonlarla dollar qazandırmaqla yanaşı kino dünyasının unudulmazları sırasına daxil olub. Digər tərəfdən, bir çoxunun paytaxtla qarışdırdığı, əslində isə Şotlandiyanın ən böyük şəhəri olan Glasgow həm də futbol diplomatiyasının doğulduğu yerdir. 1872-ci ildə ilk rəsmi beynəlxalq futbol oyunu burada, Şotlandiya ilə İngiltərə arasında baş tutub. Ana bətnindəki körpənin görüntüsünü əldə etmək üçün istifadə olunan ultrases cihazı da ilk dəfə Şotlandiyada tətbiq olunub. Şotlandiya Böyük Britaniyanın şimalında yerləşir və tarix boyu ingilislərlə ciddi münaqişələr yaşayıb. Bu çətin dövrlərdə önəmli qəhrəmanlardan biri William Wallace olub. Arvadı ingilislər tərəfindən öldürülən və onların təzyiqlərinə boyun əyməyən William xalqı üsyana səsləyib. Topladığı Şotland döyüşçülərlə dəfələrlə İngiltərə ordusunu məğlub edən Wallace sonunda əsir düşüb və amansız şəkildə cəzalandırılıb. Baş və bədən üzvləri kəsilərək Britaniyanın müxtəlif yerlərində nümayiş etdirilib, lakin onun başlatdığı üsyan nəticəsində Şotlandiya böyük müstəqillik müharibəsində azadlığını qazandı və müasir dövlətin təməli qoyuldu. Şotlandiya 15-ci əsrə qədər müstəqil olub. 17-ci əsrin əvvəllərində isə Böyük Britaniyanın tərkibinə daxil edilib. Bundan dolayı taxt səlahiyyətləri Şotlandiya kralı tərəfindən İngiltərə kralına ötürülüb. Şotlandiya ilə birlikdə Wales, Şimali İrlandiya və İngiltərə Böyük Britaniya krallığını təşkil edən ölkələrdir. 2014-cü ildə Şotlandiya xalqının 84%-nin iştirak etdiyi bir referendum keçirildi və referendumda insanlara Şotlandiyanın müstəqil bir ölkə kimi yoluna davam etməsini yoxsa Birləşmiş Krallığın bir hissəsi olaraq qalmasını istəyib istəmədikləri soruşuldu. Tam müstəqillik məsələsinə xalqın 55%-i xeyir cavabı verdi və Şotlandiya Birləşmiş Krallığın tərkibində qalmağa davam etdi. Gəlin biraz da Şotlandiya xalqının mədəniyyətinə nəzər salaq. Öz mədəniyyətimizlə heç bir uyğun gəlməyən ənənəvi bir geyimləri var və bu geyimə kilt deyilir. Bel hissədən dizə qədər uzanan tək parça və ətək formasında bir geyimdir. Şotlandiyadakı klanların hər biri fərqli rəng və naxışlı kilt geyinir. Keçmişdə Britaniyanın vəhşi təbiətli ərazilərində ov edən ovçular şalvarlarının tez çirklənməsi səbəbilə ətək geyinməyə başlayıblar və bu geyim nəsildən nəslə ötürülərək Şotlandiyaya məxsus bir simvola çevrilib. Hazırda isə bu geyimi yalnız xüsusi günlərdə geyinməyi üstün tuturlar. Həmçinin Şotlandlar dünyaca məşhur rəqqaslardır.
Bu səbəbdən rəqslərini ənənəvi geyimləri ilə nümayiş etdirməkdən məmnunluq duyurlar. Festival və tədbirlərdə saysız-hesabsız rəqs növləri və fiqurları görə bilər, heyrətə gələ bilərsiniz. Elə ki, bu ölkədə 10 mindən artıq rəqs növü mövcuddur. Şotlandiya ilə assosiasiya olunan tək şey onların ənənəvi geyimləri deyil. Onlarla bütövləşmiş, insanın ruhuna toxunan, səsi ilə tükürpərdən heyrətamiz bir ahəngi olan Gayda adlı musiqi aləti də xalqın ən dəyərli mədəni elementlərindən biridir. Bu musiqi alətinin mənşəyinin əslində Asiya olduğunu deyilsə də, zamanla Şotlandiya tərəfindən inkişaf etdirilib və həmin xalqla tam olaraq eyniləşdirilmişdir. Şotlandiyada olmuş insanlar yaxşı bilirlər ki, bu ölkənin əl dəyməmiş möhtəşəm təbiəti və insanlar tərəfindən pozulmamış sayısız-hesabsız adaları var. Məsələn, Asılı daşlar və Skara Brae kimi məkanlar orta əsr atmosferini qoruyub saxlamaq üçün xüsusi diqqətlə mühafizə olunur. Bundan başqa, Şotlandiyada təxminən 300 tarixi qala və şato mövcuddur. Bu qalaların böyüklüyü və yerləşdiyi ərazilər də nəzərə alınarsa, Şotlandiyada hər 160 kilometrə bir qala düşür. Əgər Şotlandiyaya səyahət etsəniz, özünüzü 2021-ci ildə deyil, 1000 il əvvəlin orta əsrlərində yaşamış kimi hiss edə bilər və bu ölkədən ayrılmaq istəməyə bilərsiniz. Şotlandiya tam mənasıyla bir tarixi cənnətdir. Əgər siz bir səyyahsınızsa və tarixi aşiqsizsə, orada görəcəyiniz mənzərələr tüklərinizi ürpərdə, hətta gözlərinizi yaşarda bilər. Çünki Şotlandiyanın hər şəhəri insanlıq tarixinin müxtəlif dövrlərini yaşadır. Bəs Şotlandiya insanları ümumiyyətlə necə bir xarakterə sahibdilər? Çünki əgər bir turist olaraq başqa bir ölkəyə səfər edirsinizsə, orada yaşayan insanlar tərəfindən xoş qarşılanmaq istəyirsiniz. Şotlandiya insanları yaşadıkları coğrafiyanın gözəlliyindən və iqtisadi baxımından rahat həyat tərzindən irəli gələrək ümumiyyətlə əyləncəli və xoşbəxt insanlardılar. Ancaq onları ön plana çıxaran daha bir xüsusiyyətləri var. Adətən yüksək səslə danışmağı sevirlər. Boş vaxtlarında isə canlı musiqi olan kafelərdə mahnı oxuyur və çox sevdikləri viskidən dadırlar. Əgər içki içməyi sevirsinizsə və ət yeməkləri mənim üçün əvəz edilməzdir deyirsinizsə, Şotlandiya bu mənada da sizə nağıllardakı kimi bir ölkə təsiri bağışlaya bilər. Məsələn, onlar qoyun ətinə olduqca bağlıdırlar. Buna görə də Şotlandiyanın ənənəvi yeməklərini sevmək üçün qoyun ətini ürəkdən sevməlisiniz. Vegetarianlar üçün isə dəhşətli bir yemək sayılan haggis, bir qoyunun ürəyi, qaraciyəri və ağciyəri ilə hazırlanır. Daha sonra bu qarışıq qoyunun mədəsinə doldurularaq qaynadılır. Dini baxımdan isə Şotlandlılar özlərini xristiyan kimi görür və belə tanımlayırlar. Lakin aparılan sorğularda heç bir dinə mənsub olmadığını bildirənlərin sayı da az deyil. Belə ki, bu ölkədə insanların 1/3 özlərini heç bir dinə yaxın hiss etmirlər. Ölkənin ən məşhur universitetlərindən biri olan Edinburgh Universiteti isə yayımladığı elmi məqalələr və iş dünyasına qazandırdığı 10 minlərlə uğurlu insan sayəsində dünyanın nüfuzlu universitetləri arasında yer alır. Hətta adını eşitmiş ola biləcəyiniz uğurla klonlanmış ilk canlı forması olan Cohen Dolly bu universitetin laboratoriyalarında aparılmış tədqiqat nəticəsində yaradılmışdı. Qısası, Şotlandiya hər yönü ilə yaşamaq istəyəcəyiniz nadir ölkələrdən biridir. Yalnız soyuq iqlimi sizi biraz üşüdə bilər. Belə, video haqqında fikirlərinizi və məndən hansı ölkələrdən danışmağımı istədiyinizi şərh bölməsində paylaşmağı unutmayın. Dünyanı birlikdə kəşf edəcəyik. Bu səbəbdən yeni videolarımı qaçırmamaq üçün kanalıma abunə olun. Növbəti videoda görüşənədək. Sağ olun.